Əli Ədalətli təqdim edir. Əziz dostlar, xoş gördük hər kəsi. Bəli, bu günləri mən hardayam? Dəyərli dostum, dəyərli sənətkar, dəyərli insan, dəyərli xanım Canan Hanımın doğum günüdür və əlbəttə özümə borc bilib bu günlər ora gəldim. Canan, xoş gördük səni. Xoş gördük, Ali, xoş gəldin. Allah səni qorusun, Allah sənə can sağlığı versin. Təşəkkür edirəm. Sənət bir yana, insanlıq, mədəniyyət, dəyərli insan, dəyərli dost və dəyərli ana. Yəni hər şey üst-üstədir də bu insanda. Onun xətri mənə üçün əzizdir. Yəni hər zaman özü bilir ki, o məndən çox istəyən bir Allah bilir ha, yəni. Yəni onun Allah ballarını saxlasın, onun ballarının gözəl günlərini görək. Var olasın. Çox sağ olun ki, gəlmisiniz. Yəni mən bu gözəl günümdə, xoş günümdə yanımdasınız, Ali. Həqiqətən sən də çox Azərbaycan üçün dəyərli oğlansan. Gedirsən, çəkirsən, göstərirsən. Yəni ürəyin o qədər təmizdir ki, Allah sən ailəni qorusun, övladını qorusun. Mən də hər zaman sənin yanındayam. Nə zaman desəz, mən də Cananla sizin yolluğunuzdayım. Təşəkkür edirəm. Təbriklər Canan. Bəyəndiniz ad gününü. Süper, çox süper. Prestij, həqiqətən də möhtəşəm. Çox sağ ol. Var olasın. Mənim konseptimə uyğun da geyinin. Bəli. Xahiş eləmişdim ki, barbo geyinin. Hamını barbovu geyindirmişəm. Oradan o da qəşəng alındı, ekskluziv alındı ya. Təbriklər Canana. Allah qorusun səni. Var olasın. Sağ ol. Sağ ol. Canana mənim tapıntımdır. Oxumaq aləmində. Həm də mənə qulaq asır, eşidir fikirlərimi, yəni musiqiyə aid olan fikirlərimi. Mən onun ad günü səmimiyyətlə təbrik edirəm. Böyük, o gün olsun ki, tanınmış bir müğənnilərdən olsun. Mənim arzum budur. Amin. Bir də ki, Allah o balalarını saxlasın. Amin. Amin. Əsasın, ailəsini Allah can sağlasın. Amin. Buyur ağa. Hacı buyur. Buyur qardeş. Mən də təbrik edirəm gözəl xanımımızı. Ad günü mübarək olsun. Amin. Canan xanıma uzun ömür, can sağlığı arzu edirəm. Məclis də çox gözəl, gözəl insanlarla verir. Var olasın Hacı. Bəli. Ad günü mübarək. Var olasın Hacı. Allah olsun var. Var olasın. Sağ olsun. Dostlarıyla danışmışam, gülmüşəm. Mən onların çox dədilim bilmişəm. Ad günü və mən də ona gəlmişəm. Hər gün belə meydan olsa yaxşıdır. Hər gün belə meydan olsa yaxşıdır. Hər gün belə meydan olsa yaxşıdır. Mən bu gözəl məclisdə Ofelia xanımı gördüm. Salamlayıram onu. Hər vaxt özünüzdə. Baş üstə. Mən də Canan anamı təbrik edirəm. Allah Cananaya sağlam həyat bəxş eləsin. Allah onun evladlarını qorusun. Canan mənim həyatda çox yaxın rəfiqəmdir. Mən ona demişəm ki, mən onun arxasındayam, yanındayam. Qarşısında asla olmaram, arkasında və yanındayım. Qarşısında əslində yaxşı söz deyil. Düzdür. Onun yanında və arxasındayam. Yaxşı ki, Cananam, yaxşı ki varsan. Yaxşı ki sizlər də Var varsınız. olsun, Allah sağ olsun. Bizim sözlərimizi eşidirsiniz də insanlara çatdırırsınız. Təşəkkür edirəm sizə. Bugünkü gözəl gündə dəyərli dostumuzu görürük, Etibarı. Etibar da söz yazarıdır. Buna Canan Hanım da bir mahnısını yazıb, mən bu yaxları eşitdim. Gözəl bir klip təqdimatı oldu, möhtəşəm. Etibar, xoş gördük səni dəyərli dostum. İstərəm səndən bir tərbiyəşilik edək. Teşekkür ederim Ali. Ben de sana uğurlar arzulayıram, maşallah.
bu sənət üçün də böyük işlər görürsən. Nasıl olursun? Mən bu Canan xanımın həmin o mahnısında düzdür mənə bir əziyyətim olub. O mahnı sözlərini yazmışam. Ümumilikdə bütün iş kollektiv olaraq gözəl idi. Mən də bu işlərim olduğu üçün, mən də bu işdə bir payım olduğu üçün inşadan sizə təşəkkür edirəm ki, işıqlandırırsınız. Hər vaxtın xeyir Fərəh, xoş gördük səni. Samira xanımı salamlayıram. Sağ ol canım. Samira xanım həqiqətən də möhtəşəm insandır. Xətri əzizdir bizim Var üçün. ol, Allah xeyirləsin. Var olasınız. İstərim ki, Cananla təbrik edəsən. Canan anamızı təbrik edirəm ürəkdən. Allah ona can sağlığı versin. Yeni yaşı bol uğurlar, şanslar gətirsin sənə canışım. Qadın xoşbəxtliyi arzu edirəm. Hər zaman sevilsin. Çünki bir qadına əsas qadın xoşbəxtliyidir. Sevilmək lazımdır. Elə bayaları meydan elədin ha, möhtəşəm. Mən olan yer həmişə səhnədə. Aygün xanım, divamız demişkən. Həqiqətən də demək olar ki, insanlar rəqs eləməkdir. Bir oxumağı ilə partlatdı da qız da. Səhnəni əl almaq lazımdır. Əhsən, var Bəli, olasın. o da güzel. Öpürəm. Var olasın. Sağ var olun. olasın, Mərcan. var olasın. Xoş gördük dəyərli qardaşım səni. Həqiqətən Səlim sənətin zirvəsində olan bir insandır. Həm sənətin qoydum kənara, dəyərli dostdur, dəyərli qardaşdır. İnsanlığı yüksək bir insandır. Allah Çox sağ onu olun, versin. əli qardaşım, səni görmək çox xoş oldu. Allah Təşəkkür edirəm, minnətdaram. Bugün biz bir yerdə qızın xətrini çox istədiyimiz Canan xanımın doğum gününə gəlmişik. Allah can sağ versin, Canan xanımı təbrik edirəm. Xanım xoşbəxtliyi arzu edirəm, sənət uğurları arzu edirəm. Canan xanım yəni ifalarında, oxuduğum mahnılarda mənim də az da olsa Dəstəxəttiniz var. bəli, əməyim var. Yəni, mən həmişə insanlara dəstək olmağa, kömək olmağa çalışıram. Və bu günləri sevə-sevə dəvəti qəbul edim və gəldim Canan xanımı təbrik eləməyə. Və səni də burada görməyə çox xoş oldu. Sənin YouTube izləyicilərini buradan salamlayıram. Takip atın, izləyin. Takip atın ki, yeni xəbərlərdən, yeni gözəl uğurlardan siz də agah olasınız. Var olasın, Səlim. Var olasın. Allah səni var olasın. Hoş gördük hamınızı. Bugün bizim sevimlimiz Canan'la Adil'e gelmiştik. Allah ona can sağlığı versin, balalarının hayır işini görsün inşallah. Yüreğinde ne ağrısı var çatsın. Amin, amin. Dəyərli dostumuz, dəyərli söz yazarı Ruslanı gördük. Ruslan Səfəroğlu illərin sənətkarıdır. Yəni ki, biz elə gözümüzə salınan Ruslan görürük. Bütün musiqilərin altında bu insanın dəstək xətti var. Allah səni var versin. Xoş gördük səni. Xoş gördük. Həmin gözəl günlərdə. Allah razı olsun. Və istər ki, Cananla səni təbrik edəsən. Cananla mən də təbrik edirəm. Canan yaxşı qızdır. Yəni öz özünə, yəni həqiqətən özünə hörmət qoyan bir qızdır.
Təbrik edirəm. Ad olsun, mübarək olsun. Allah balalarını toyun qismət eləsin. Allah var eləsin. Sən yazmısan mı altında söz? Var mı yoxsa yox? Aslında Canan abi səhnəyə çıxanda mənim adımdan çıxdı. Bizim dəyərli sənətkarımız Mətanət İskəndərli mənim adım Eşq mahnısından çıxdı. Mənim adım Eşq. Xoşum yarım. İki səhnəyə də ondan çıxdı. Və bir neçə də türk sözlərində də mahnılarımız var. İnşallah bu yaxında da çıxacaq hamısı. İnşallah. Uğurlar əziz qardaşım. Var olasın. Əli Ədalətli təqdim edir.